Hər kəs salam dostlar. Bugün sizə Azitopia serverinə necə girməli, oyuna necə başlamalı və nələrə diqqət eləməlisiniz onları göstərəcəm. Dostlar, ilk öncə sizə bir məlumat vermək istəyirəm. May ayının sonundan etibarən serverin final sürümü yayınlanacaq, yəni artıq beta sürümündən çıxacaq. Bununla belə Bedrock sürümü ilə girişlər bağlanacaq. Sadəcə Java və telefonda Pojava Launcher, Site Launcher kimi Java launcherları ilə girmək mümkün olacaq. Bu da mən Site Launcher işlədirəm. Bununla necə girilməli olduğunuzu göstərim sizə. Site Launcher'ı YouTube-dan necə yükləyəcəyinizi baxa bilərsiniz. Mən deyim də, buradan özünüzə offline account açırsınız. Məsələn, açıram ki, belə bir dənə hesab açdım test üçün. İndi bunun üstünə basırıq, return atırıq. Buradan sizdə versiya olmasa, buradan yeni versiya yükləyirik. İndi sunucu versiyaları 1.20.6-dan 20.4-ə qədər, 21.4-ə qədərdir. Mən bunu yükləyirəm. Sonra bura basıb ən sonuncuya basırsınız və yüklənir. İndi yüklənəndən sonra belə bura aşağı gələcək ya da yuxarı gələcək. Üstünə basırsınız və launch game basırsınız. Bu ayar düyməsini istədiyiniz kimi tərpədə bilirsiniz. Buradan ayarlar falan. Düymələrinizi özünüzə görə düzəldə bilərsiniz. Yəni istədiyiniz kimi. Bundan belə editə basıb istədiyiniz düyməni hərəkət elətdirib. Buradan yeni düymə yaradıb. Buradan çox oyunçulu. Məndə hamısı hazırdır. Buradan sunucu ekli. Baxın, sadəcə IP-ni yazsınız. Burada ismidir. Yəni özünüz istədiyiniz kimi hər şeyi yaza bilərsiniz. Sizə tövsiyəm də bunu açıq qoyun. Sonra bitdi deyin. Neysə, budur. Üstünə basırıq 2 dəfə mouse'una. Sizə buradan mouse'u bağlaya bilərsiniz. Bura giriş ekranı gəlir. Burada giriş ekranında güvənlik üçün bir dənə yoxlama eləyirik. Serverə girəndə bax bu xəritədəki yazılanları chatə yazmalıyıq düz şəkildə. Bir dəqiqə çıxdı. Amma tez yazan gərək və səhv yazmayasan. Baxın, 2K0A 2K0A gördüyünüz kimi girdi. Sonra öz də ekranda yazıbdı, chatdə də. Buradan qeydiyyat istədiyiniz şifrəni 2 dəfə yazırıq. Belə 1 2 3 1 2 3 kimi. Enter'ə basırsınız. Qaynaq paketləri endirilir. Serverə giririk. Buradan bu yaya ələ alıb ox atıb ora ışınlana bilərik istəsək. Neysə. Buradan mayın axırında, yəni final sürümü çıxanda serverin 2 oyun modda olacaq. İndi Survival'a giririk. Survival'a girdik. Gördüyünüz kimi. İndi nə qaracağını bu torbaq əlimdə nə edib gəzir. Neysə. İlk öncə giririk menyuya. Menyudan dəstlər. Dəstlərdən baxın, bu pulsuzdur. Başlamaq üçün. Bastıq və üstümüzə gəldi zirihlər falan. Macəraya başla. Buradan təsdiqləyirik, sağ tık, sol tık. Buradan 5 saniyə içində RTP olduq. Buradan da sonra nələrə diqqət eləməlisiniz, yəni nəyə fikir verəcəksiniz burada? İlk öncə serverdə fəsillər var. Baxın, chatdə yazı geçə görəsiniz. Baxın. Baxın, burada yaz əsintili görürsünüz də. Aşağıda. Bax. Məsələn, bunu deyir ki, yaz ayıdır, külək əsir azca. İndi başladıq, nə etməliyik? Başlarkən klassik ətrafda, yəni gəzin, mədən eləyin, ev tikin. Amma ev tikəndə bir dənə şey deyəcəm. Çox serverdə var da, indi bax bizdə də belədir.
bu serverdə. Bir dənə başlanğıc kamp alovu. Bu alovla ərazinizi claimləyirsiniz. Üstündə baxın, radiusunu da göstərib hər tərəfə 10 deyə hər tərəfə 10 blokluq bir ərazisi var. Bir də yapı sınırına qədər. Bir dənə test olaraq göstərim bura qoyaq. Baxın, bu ərazi indi qorunur. Mənim ərazimdədir artıq. Bundan 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Baxın, buradan sonra çıxanda ərazidən çıxacağım. Gördüyünüz kimi. Hər tərəfə belə 10 blok ərazi götürür. Bundan sonra yəni istədiyiniz kimi də gelişəcəksiniz. Ətrafda. Bir də serverdə necə pul kasacağını onu da göstərim. Necə pul kasa bilərik. Öncələr daha yaxşı idi, onu sonra fixlədilər. İndi buradan işlərə giririk. Baxın ki, bu kitab tekstür yüklə deyilsə sizdə fırça olacaq. Sağ tıklayırıq, belə bir menü açılır. Buradan belə özünüz də axtarış və ya araşdırıb tapa bilərsiniz. Belə baxıb başa düşəcəksiniz. Mağazadır, bura auksiyon evi, yəni əhalinin mağazası, istədiyi kimi əşya qoya bilərsiniz bura. Bunlar çox önəmli deyil. Burada baxın, işlər. İşlərə girəndə buradan 10 dənə iş var. Məsələn, ovçu, heyvan öldürərək pul qazanırıq. Cadugar əşya büyülərək qazanırıq. Meşəbəyi odun kəsərək, mədənci mədən qazaraq və s. Burada ən yaxşısı meşəbəydir. Buna sağ tıklayırıq. Sonra girəndə təzədən ora, burada görürsünüz də belə bir yer açıldı. Buradan işi qəbul edirik. Etməsə sonra boşuna qazarsınız odunu. Və baxın, görürsünüz mesaj gəldi ki, işiniz qutardı. Buradan təzədən bax, komut da var, jobs yazıb da gedə bilərsiniz. Buradan tez də getmək olar. Baxın, 80 manat maaşınıza yatdı. İstəsəz bunu indi ala bilərsiniz, amma aldıqdan sonra bir Minecraft günümü yoxsa bir Minecraft saatı gözləməli olasınız. Onun üçün də təzələnən bir iş alsanız ondan yaxşıdır. Yəni işdən çıxmadığınız sürəcə bu getdikcə çətinləşəcək. Yolu olacaq, deyəcək ki 200 odun qır. O qıranda daha çox pul verəcək. Məsələn 100 odun qıranda 1k verəcək və s. Nəysə, buradan sonra da götürürsünüz belə pulunuzu. Baxın, 104 manat aldıq. Baxın, sonra deyir ki bir Minecraft saatı 7 Minecraft dəqiqəsi gözləməliyik. Bir də bu serverdə yeni moblar var, yeni əşyalar, itemlər, bir də yeni biyomlar var. Bunları da sizə demək istəyirəm. Məsələn, burada quru mantar düzlükləridir məncə. Mən belə bir ad deyəcəm. Belə bir biyom var, bataqlıq yarısı. Yəni server haqqında daha çox məlumat, yəni bilmədiyiniz bir şey olsa yorumlara yazarsınız. Mən onları da başa salaram. Beləliklə bu videonun da sonuna gəldik. Görüşərik, sağ olun, salamat qalın.